Dördüncü sualımıza deyilir ki, müəllim yarım il və yekun qiymətləri nəzərdən keçirərkən aşağı nəticə alan şagirdlərin əksəriyyətinin gündəlik dərslərdə fəal olan şagirdlər olduğunu müşahidə edir. Bu hal ilə bağlı müəllimin real inkişafı üçün hansı addımı daha effektiv olar? Adətdir ki, nəticələri rəsmi mənbəyə qeyd etməyib, son yarım il qiymətləndirməni nəzərə almalıdır. Deməli, burada müəllimin effektiv addımından gedir söhbət. Burada heç bir effektivdən söz gedə bilməz. Çünki bilirsiniz ki, yarım il yekun qiymətləndirmə vacib qiymətləndirmədir. Və burada da rəsmi mənbəyə qeyd etməməsi artıq bunu buradan yanlış çıxardır. Ona görə A getdi. B bəndi. Aktivlik edən şagirdlərin nəticələrinə düzəliş edilməlidir. Bu zaman müəllim bərabər imkanları pozmuş olur. C bəndi. Gündəlik verdikləri cavabları qiymət və bal ilə qeyd edib, son nəticələrdə ədədi orta çıxarmalıdır. Gündəlik verdiyi cavab gedir formativə, son deyirsə summativ, aləm qarışdırır bir-birinə. Bu da deyil. D. Gündəlik dərslərdə zəif tərəflər ilə bağlı əks əlaqə qurub, şagirdləri səhvləri düzəldə bilmələri üçün istiqamətləndirməlidir. Deməli, fikir verirsinizsə, burada sizlə çaşdıra bilər. Yarım il və yekun qiymətdən nəzərə əvvəldən ondan danışır. Ancaq bir şey fikirləşək ki, şagirdin summativ qiymətləndirməsi dəki olan nəticəsi formativ qiymətləndirmədən asılıdır. Təbii ki də formativ qiymətləndirməsi zəif olan bir uşağın summativi heç bir zaman yüksək nəticəsi ola bilməz. Çünki dama-dama görülər misaldır da. Təbii ki də müəllim şagirdlərin güclü zəif tərəflərini bilməyibsə, onları refleksiya etməyibsə, əks əlaqə qurmayıbsa, onlara düzgün rəy verməyibsə, bu zaman uşaq öz səhvini bilməyəcək və öz-özünü refleksiya edə bilməyəcək. Ona görə də müəllim uşağı deməli düzgün istiqamətləndirməli idi ki, uşaq da növbəti həm yarım il yekunlarda da yüksək nəticələr əldə etsinlər. Ona görə doğru cavabımız olacaq 4-də D bəndi.